Deməli bunu hazırlayıblar, bax indi gətirdilər. Yəni satışa qoyacaqlar. Bu müəllimin əl işləridir. Çox gözəl əl işləri var. Və baxın. İndi sizə göstərəcək ki, burada nələr hazırlanır. Şahin Qəbələ rayonu Landan qəsəbəsində yaşayır. Biz də belə əl işlərinə məşğuluq, ağac oyma işinə. Uzun illər belə işləmişik, marağı səbəb oldu, hələ işimizi davam edək. Neçə ildir bu işlə məşğulsunuz? 30 ilə yaxın, 30-cu ildir bu il. Bir iş neçə günə başa gəlir? Baxır işə, xırda iş olanda 3-4 gün olur, böyük işlər olanda 10 gün, 1 ay, 2 ay təxminən belə. Hansı ağacdan istifadə edirsiniz? Əsasən bu bizim öz rayonumuzda, kəndimizdə olan ağaclardır. Şabalıt qoz ağaclarından, bunlar ən yaxşı ağaclar hesab olunur. Biz görürük sizin burada fəxri fərmanlarınız da var. Bunları hardan əldə eləmişsiniz? Mən bütün dövlət tədbirlərində işlər eləmişəm. Sərgilərə dəvət edirlər, orada nümayiş etdirir işlərimizi. İlk işiniz hansı olub? Bəlkə də minlərlə iş düzəltmişik. Əvvəlki işlər belə də ağacdan birinci mücürü düzəltmişdim. Sonra mən belə leyləklər, qartallar, belə işlər hazırlanır. Ümumiyyətlə burada hər cürə iş var demək. Mövzular müxtəlifdir. Yəqin ki, ona görə də bir 30 il işləyirəm də. Çox maraqlı işdir. Sizə uğurlar arzu edirik. Yorucu olsa da yenə də maraqlı olduğuna görə işimizi həmişə davam etdiririk. Sizə uğurlar.